Salam verin Sami. Salam aleyküm. Ne var ne yok salamat. Sağ olasın. Allah köməyin olsun. Var olasın. Yoksa ne bırak? Ben var ve siz başınız karşı oldu. Ulan. Bir de hayvanlar göstererek zəhmət olasın. Gel kardeşim gel buradan başlayalım. Astrologlar. Biri 25 Mart'a. Pomponlar. Biri 35 Mart'a. Yumurtlamdır hamısı. Ne gösterir yumurtlamdır. Burada kəhliklərimiz de var. Ağ çəkliklər də var xanallar. Bəli. Hayır yoktu. İkisi de 25 Mart. Bir dənəsi 25 var. Bəli 25 Mart. Nömrəni deyəcəm. İçeride toz kuşumuz da var. Gidelim sen onu da göstereyim. Ooo. Gel kardeşler. Buyurun. Bakalım kuşlarımız. Bunlar niye getirip burada çiz atmışsınız? Yok arılar gözü şöyle çarpılan şeyi o içeride kalsınlar. Yani sonra pazarda ehtiyat edemler. Kaçmaya saat düşü veremezsin sonra. Neçədir bunların qiyməti? Bütün 4 Mart'a kardeşim. O qarqanat deyilir ondandır. Yok. O Hindistan pərəsidir bu. Xoruzudur. Pərə arlekindir. Ay maşallah olsun. Bahalı Çox qəşəngdir. Bunlar bir yerdə görüntüləsəydi zor olardı. Atak bayıram. Yox, düzədat var burada da ona görə. Olsun nəsə bu qədər atın. Bax da rahat. Şək maşallah olsun. Evet, süper vəziyyətdə baxa bilərsən. Buyur kardeşim. Ay maşallah. Gelir. Allah. Neçə mövcudun dedin? Buyurlar tökülən markada buyurlar 2 metr olur. Bəli. 400 manat kardeşim. Tütü 400 manata qəşəng. Allah. Süper vəziyyətdə. Yaşlar nə qədərdir Sami? Buna yumurtlayırlar da. 4 illik də yumurtlayırlar. Xoruzudur bu. İdeal şəkildə. Para da bağlı, para da adletim. Bu da fərəsdir. Evet, teşekkür ederim. Allah da. Yani bu para. Bu yani yayda Mart'ta inşallah yumurtlamasa bir 20 tane yumurta yiyecek. Nömrəni deyə zəhmət olmasa. 099 311 24 46. Bu WhatsApp olan nömrəmdir. 077 754 55 44. Bu da belə nömrəmdir. Sami qardaşda dekorativ heyvanlar çox olur. Yəni olmadığı heyvanlara tapıb sizə köməkli göstərə bilir inşallah. Qırqovlarımız da var, onu göstərəcəm. İnşallah qırqovları göstərəcəyik. Allah. Qırqovlarımız da var. Qafqaz, Rumen qırqovlar var burada. Yəni bunların biri 25 manat. Bir dənəsi 25 manata. Buyursunlar. Ay maşallah olsun, qəşəng. Yumurtalar da var idi. 10 tane yumurta yığmışdım. Səhər pişirdik yedik. Çünki hələ tezdir yumurta qoymağa. Bəli. Gözəl qardaş hər şeyin reallığıyla düzgün nəsədir. Yox, mən onu satım cəmaata, onun mayası yoxdur. Mən niyə satım? Ay sağ ol. Ona görə pişirdik yedik. Bunlar mayalanmaq sürəti hardasa apreldən sonradır. Yanvar, fevral, mart ayında ideal vəziyyətdə qoymaq olar ünvandır. Daha tez vaxtlarda. Allah. Sən bir istə nömrədir. Orada bir şəhərliklər də, sonra qırqovullar da, pomponlar da, asroblar da bu nömrəyə aiddir də. Toz quşu da hamısı. Toz quşu da. 099 311 24 46. İstəyənlər əlaqə saxlasın inşallah. 3 manata düzələr var burada. Neçə aylıqda çəkin itimlər? 45 günlük. Nömrə deyəsən satmağa? Nömrə deyəsən satmaq üçün. Belə kilo yarım bu saat. 050 887 67 47. İstəyənlər əlaqə saxlasınlar. Çox da bundan vardı yenə. Ona bak yine bakır. Maşallah olsun, burada şehir atlar var. 80 manata. Neçə yaş var onun? 1 yaş. 1 yaş maşallah olsun, şəf horuzdur. Buranın dəyənmərə 30 manat, 30 manata, 5-35 manata, 50 manata. Sonra odlar da bilmirəm, odlar. Başqa adamındır. Nömrə deyirsən sən satmaq üçün? Satmaq üçün deyim də 070 070 358 358 18 66. 18 66. Bundan başqa heyvanlar var həyətdə? İstəyənlər olsa əlaqə saxlasınlar qardaşlar. Bu da həmin nömrəyə aiddir. Bu neçədir bə? Bu 80. 80 manat. Bu da cavandır. Bu neçə yaşı var? 1 yaş, 1 yaş. 1 yaş. O 200 manata. Neçə aylıqdır, neçə yaşı var? 7 aylık. 7 aylıq. Ağır stresdir. Şöyle.
Nömrə deyil satmaqçı. Nömrə. 77 348 44 48. Şey oldu. Neçə neçədir? 80'da. Bütün 80'da. Bütün yaşında. Neçə aylıqdır bu? Geçen arkadaş 8 ay 20 günlüydü. Fərə isə 7 ay 10 günlüydü. Təmiz düş. Hələ fərə yumurtaya düşmüyor. Xoruz hələ xoruz. Bütün yaşında muhabbət edir. Bəli, bəli. Nömrə deyil satmaqçı. 077 077 314 42 10. 314 42 10. İstəyən olsa əlaqə saxlasın. Yenə həyətdə başqa heyvanlar var. Başqa heyvanlar var həyətdə. İstəyən olsa əlaqə saxlasınlar. Bütün işlər hamısı. Qəribə bir dənə xoruz var burada təmiz vəziyyətdə. Yok 3 xoruzdur. Neçə deyirsən daha bu? 100 mu olsun? Hazır olsun. Salam verək. Neçədir xoruzlar? 15 manata. Hinduşkalar? Kilosu 15 manata hinduşkalar. Onlar için hinduşkalar içindi. Maşallah olsun 11 manata. Kilosu. Erkek, fərə. Erkek hinduşkalar da bunlar. Nömrə deyirsən? 050 749 709 52 01 İstəyənlər olsa əlaqə saxlasınlar. Azar olsun. İstənilən sayda var. Ucuz. Satış edir, hazırda satış olur. Neçə onlar qiyməti? 15 manat. Burada mal ördəklər var. Fərələrdir. Mal ördəklər neçədir? Mal ördəklər 15'e var, 20'ye var. 15 manat, 20 manat. Pekin ördəklər Xoruzlar neçədir bu mal ördək xoruzu? 35 manata. 30'a da var, 35 manata da var. Bir de yumurtalar 20 qəpiyə. 35 qəpiyə toyuq yumurtası. Kuban ördəyin yumurtaları da 50 qəpik. 50 qəpik kuban ördəkləri. Qazlar neçədir var? 40 manatadır qazlar. Bildirçilər var burada göstərək. Neçə bildirçilər? Bildirsinlər 2 aylığa da olur, 3 manata da olur. 2 manat 50 qəpik, 3 manata gün necə qiymət dəyişir. Nömrəni də zəhmət olmasa? 51 051 400 400 63 63 70. İstəyən olsa əlaqə saxlasınlar. Göstərdiyim bütün heyvanlar bu nömrəyə aiddir. Hal-hazırda göstərdiyim heyvanlar. Neçədir bu sultan toyuğu? Kimindir bə? Toyuqların bir dənəsi 12 manata. Ördəklər 25 manata. Lal ördəklərdir. Eyraqlar neçədir bə? 30'a xoruz 20'ye fərədir. Neçələr neçədir? 20 manata. Xoruzlar 22 manat. Xoruzlar 22 manata. Lal ördək fərələrdir. 25 manata. İrilərdir. Yaponkaların bir dənəsi 15 manata. Brahmalar sütə 50 manata. Astrolopa neçə? 25 manata astroloplar. Ördək balları neçədir? Soyuqlar 12 manata. 2 manat 50 qəpiyə ördək balaları. Nömrə deyək. 055 055 716 716 85 85. Salam aleyküm, əsələm, necəsən? 30 qəpik yumurta. 30 qəpik yumurta. Ördəyim. Səmənin halvası 1 manat. Elim. Salam Mirzə da. Maşallah bu iri qazan neçədir? 50 manat, maşallah olsun, çox iridir. 5 kilo. Ödəb neçə ödələ? 7 manat. 7 manata. Kayıq olan bir dəsi 15 manata, o bizə 7 manata. Soğupalar 6 manata. Xeyratlar səndir? Yok. Onlar satılmır. Fiyatlar satılmır.
Nömrə deyirsən? 050 550 27 79. Bunun her vakti burada. İstəyən olsa əlaqə saxlasınlar. Hər gün buradan gözləyirəm. Bazar olsun. Murad işləyir orada. Buyurun sizlere. Aleyküm salam. Fin toyuğumuz var kene. 117 man. Biri 17 manata firəşlər. Bal ördeğinin erkekleri var. Nar ördək erkəkləri 25 man. 25 manata. Dovşan Koşunlar 10 man. 10 manata. Erkəklər 20 manata. Səs ördəklər neçədir? Yolların dişleri 15 man. Dişilər 15 manata. Ses ördeğler 12 man. Səs ördəklər 12 manata. 15 man. Peçinler var 13 man. 13 manata Pekində. Ne kadar sefere yani say limiti yok. Ne kadar Limit yox, çoxdur. Dovşanlar Ne var burada. götürseler 10 manat. Bir dənəsi 10 manata nə götürəcəz? Dovşanda kalik də var içində. Nömrəni də zəhmət olmasa. 55. 55 720 720 720 720 78 20. 78 20. İstəyən olsa əlaqə saxlasınlar. Kiminle mal olsa yani satın malı bizden alaka saklayabilirler. Bazar olsun. Sağ ol, çok sağ olun. Yəni qəşəng krasadar erkək gəldi. Neçə kaliklərdə ha bunlar? 15 mi? 15 manata. Böyle neçədir bə? Öğler 15 mi? Manatalar 10 mu? 15 manata, 10 manata. Nömrə deyirsən? 050 050 866 866 05 05 31. 31. Hamid. Həmid, istəyən olsa əlaqə saxlasınlar.